Deməli, oksidləşmə reduksiya reaksiyaları nəyə deyilir? Başdan başlayaq. Dedik ki, kimya reaksiyalarda element atomlarının oksidləşmə dərəcələri dəyişirsə, bu növ reaksiya nə adlanır? Oksidləşmə reduksiya reaksiyaları. Oksidləşmə reduksiya reaksiyalarında bir qayda elektron alan zərrəciklər olur oksidləşdirici, elektron verən zərrəcik nə adlanır? Reduksiya edici, özünə elektron verən. Baxalım deyil. Deməli, elektron alan atom və ya zərrəcik elektron qəbul edən oksidləşdiricidir. Elektron verən zərrəcik isə nə adlanır? Reduksiya edici. Elektron qabağında müsbət olanda oksidləşdirici, mənfi olanda reduksiya edici. Oksidləşdirici sol tərəfdə olur əsasən. Sol tərəfdə oksidləşdirici elektron alıb, sağ tərəfdə yükü azalır. Yəni, oksidləşmə dərəcə və iyon yükü azalır. Sol tərəfdəki reduksiya edici elektron verən zaman, sağ tərəfə keçəndə isə yükü artır. Oksidləşmə dərəcə və yükü artır və əks olur. Oksidləşdirici elektron alan zaman baş verən proses reduksiya prosesidir. Yəni, məsələn, deyək ki, X 5 müsbət, üstə gələk 8 elektron nə alınır? X mənfi 3. Yəni, oksidləşdiricinin elektron aldığı proses reduksiya prosesidir. Elektron aldığı proses gedişat. Reduksiya edicinin, deməli, oksidləşdirici elektron alandan sonra reaksiyanın sağ tərəfində onun elektron aldığı vəziyyət, son vəziyyət nə adlanır? Reduksiya məhsulu. Oksidləşdirici elektron alır, reduksiya olunur və reduksiya prosesində də nə alınır? Reduksiya məhsulu. Prosesin mahiyyəti məhsula bərabərdir. Proses nə baş verir? Reduksiya prosesi. Reduksiya olunan maddə nə olacaqdır? Reduksiya məhsulu. Oksidləşən maddə nə olacaqdır? Oksidləşən məhsulu. İndi eyni şeydir. Reduksiya edici elektron verdiyi proses nə adlanır? Oksidləşən proses. Məsələn, deyək ki, X sıfırdır, 3 elektron verirdir. Elə ki, sıfır çıxısı mənfi 3, deyək, müsbət 3. X çıxaq mənfi 3, nə olacaq? X müsbət 3. Deməli, reduksiya edicinin elektron verdiyi proses nə adlanır? Oksidləşmə prosesi. Bu zaman oksidləşmə prosesində elektron verdiyi zaman, elektron verəndən sonra nəyə çevrilir? Oksidləşmənin məhsuluna. Elektron verəndən sonra ən son nə olur? Oksidləşmə məhsulu. Yadda saxlayaq. Yəni, elektron alan oksidləşdirici, elektron aldığı proses, reduksiya prosesi və reduksiyanın sonunda nə olur? Reduksiya məhsulu. O reduksiya edici elektron verir. Elektron verən zaman baş verən proses oksidləşmə prosesidir və elektron verəndən sonra əmələ gələn məhsul nə adlanır? Oksidləşmənin məhsulu. Bu da eyni şeydir, görürsən, yükləri qeyd edə istəyirsən, deməli, özü qeyd edək əslində. Mis burada birləşmənin tərkibində müsbət 2 halındadır, hesab edirsən, sig 0-dır. Birləşmənin tərkibində sağ tərəfdə sig müsbət 2-dir, mis 0-dır. Mis katyonu 2 elektronu var. Mis katyonu əvvəlcə 2 elektron var idi, müsbət 2 daha doğrusu, yük 2 idi. 2 elektron qəbul edir, olur mis 0. Müsbət 2, mənfi 2, bərabər 0-a. Zinc atomu isə sərbəst halda burada 0 idi və 2 elektron verir, olur zinc müsbət 2. Alınan verilən elektron sayısı həmişə nədir? Bərabərdir. Reaksiyada salar. Alınan elektron sayısı həmişə bərabər olmalıdır. Bərabər olmazsa? Onda tənlik pozulur. Yəni, tənliyi əmsallaşdırmaq üçün reduksiya edicinin və ya reduksiya edicilərin verdiyi elektron sayısı ilə oksidləşdirici və ya bir neçə oksidləşdiricinin aldığı elektron sayısı bərabər olmalıdır. Düzgün əmsallaşdırmaq üçün. Bu nə deyir? Hesablama qanunu. İndi özün bax, X zərrəciyi elektron verirsə, prosesdə oynadığı bu əlamət nədir? Elektron verən reduksiya edici, elektron alan isə oksidləşdirici. Prosesi demir, oynadığı bu. Elektron verən reduksiya edicidir, proses nədir? Oksidləşmə. Elektron verdiyi proses oksidləşmə, diqqətli ol. Feil nəsbət təxminə əksdən bilmə. Sifət nədir burada? Reduksiya edici. Proses nədir? Feil, oksidləşmə. Oksidləşmə. Oksidləşdirici isə reduksiya olur. Reduksiya olunma. Oksidləşdirici reduksiya olunur. Reduksiya oksidləşir. Diqqətli ol. Yaza bilərsən, oksidləşdirici xətt reduksiya olunur. Reduksiya edici xətt oksidləşir.
oksidləşir, oksidləşdirici isə reduksiya olur. Çevir. Deməli, dəmir müsbət 2-dir, sol tərəfdə, sağda müsbət 3-dür. Yükü artan nə sayılır? Sol tərəfdə reduksiya edici, sağ tərəfdə isə yükün artdığı yer nə sayılır? Oksidləşmə məhsulu. Yükü artan reduksiya edicinin sağ tərəfdə daxil olduğu maddə nə adlanır? Oksidləşmə məhsulu. Manqan müsbət 7-dir, sağ tərəfdə gəlir müsbət 2-yə. Soldakı manqan yükü çoxuydu, sağı yük azaldı. Onda manqan nə sayılır? Oksidləşdirici, sağ tərəfdə isə nə olur? Reduksiya məhsulu. Oksidləşdirici elektron alır və reduksiya olur. Yəni ingilis dilində reducing, reduce, azalma, reduction, azalma, yükün azalması və yükün azaldığı yer nə sayılır? Reduksiya məhsulu. Reduksiya məhsulu. İndi oksidləşdirici element dəmir, reduksiya edici element manqandır. Oksidləşdiricinin daxil olduğu maddə, əgər mürəkkəb maddədirsə də olur oksidləşdirici maddə. Reduksiya edicinin daxil olduğu maddə isə nə adlanır? Reduksiya edici maddə. Oksidləşdiricinin sağ tərəfdə daxil olduğu məhsul nə adlanır? Reduksiya məhsulu. Reduksiya edicinin sağ tərəfdə daxil olduğu maddə nə adlanır? Oksidləşmə məhsulu. İndi reduksiya prosesi. Bir dəmir müsbət 2, bir elektron, oksidləşmə prosesi. Bir dəmir müsbət 2, bir elektron veribdir, olur müsbət 3. Yəni belə deyək, 2, çıxaq mənfi 1, müsbət 3. Reduksiya prosesi. Bir manqan müsbət 7, 5 elektron alıbdır, 5 mənfi alıbdır, yəni o deməkdir mənası və olubdur müsbət 2. Deməli, burada nə baş veribdir? Reduksiya prosesi. Bu da bayaq demişdim, oksidləşmənin məhsulu, reduksiya edicinin sağ tərəfdə daxil olduğu məhsul oksidləşmə məhsuludur. Oksidləşdiricinin elementinin sağ tərəfdə daxil olduğu məhsul adlanır reduksiya məhsulu. Eyni şey. Sevir. Tez deyək, manqan burada müsbət 4 hesablar, burada manqan müsbət 2-dir, burada xlor mənfi 1, burada 0-dır. Oksidləşdirici element yükü azalan manqan müsbət 4, reduksiya element yükü artan, buradakı xlor mənfi 1-dir, buradakı xlor daha. Oksidləşdirici maddə manqanın daxil olduğu maddə, reduksiya edici maddə xlorun daxil olduğu maddə. Yəni element əgər maddənin tərkibindədirsə, o maddə gedir. Elementin öz sərbəstdirsə, həm oksidləşdirici elementin həm maddə gedir, hər ikisidir, təşkil zorunda. Oksidləşmə prosesi. Bir xlor mənfi 1, gəlib burada xlor 2 sıfıra. Xlorun ayağındakı olduğuna görə 2 nəzər alır. 2 xlor mənfi 1, 2 xlor sıfıra gəlir hərəsi. Hərəsi 1 elektron verildir. Reduksiya prosesi. Bir manqan müsbət 4, gəlibdir manqan müsbət 2-yə. Oksidləşmənin məhsulu. Oksidləşmə məhsulu nədir? Reduksiya edicinin sağ tərəfdə daxil olduğu məhsul, yəni xlor 2. Reduksiyanın məhsulu. Manqanın yükünün azaldığı yer haradır? Manqan xlor 2. Manqan xlor 2. Bu da eyni şeydir. Çevir. İndi burada hansı reaksiyada fosfor oksidləşdiricidir? Yəni fosforun yükü azalıbdır. Fosforun yükünün azaldığı hansıdır? Məntiqlə bəsit maddə olan yerə baxaq tez. Fosfor 0-dır, sağda. Sol tərəfdə isə fosfor müsbət 5-dir. Birləşmə tərəfi burada. Onda müsbət 5-dən 0-a nə baş verirdir? Yükü azalıbdır. Onda burada fosfor nə sayılır? Oksidləşdirici. Yükü azalan element atomu nə sayılır? Oksidləşdirici. Elektron keçidləri.
Zərrəcik elektron qəbul etdikdə yük azalır, mənfiyə doğru gedir. Elektron verdiyi isə mənfidən müsbət doğru gedir. Bəli, mümkün dərəcə qiymət artırılır, ancaq artır. Elektron intervallarda baxsa, məsələn, kükürt mənfi 2 müsbət 6. Arada olan interval nə qədərdir? 8 var. Bəli, yük artıbsa elektron verir, yük azalıbsa elektron alır. Müsbət 5-dən mənfi 3-ə, 8 interval. Demək 8 alır, mənfi 8 alır ki, düşür mənfi 3-ə. Müsbət 4-dən müsbət 6-ya artım var. Necə var? 2 var. 2 var artıbsa, artıb olan zaman nə edir? Elektron verir. 2 elektron verir, çıxar 2 elektron. Burada isə səhv edirlər. Azotdur. Azot müsbət 5-dən müsbət 3-ə. Deməli, azalma var. Azalma olan zaman nə olur? Mənfini alır, elektron alır, yadda saxlar. Yəni, intervalla elektron kesləri qarışdırılır. İnterval bərabərdir orada elektron kesləri miqdarıdır. Əslində eyni saydır. İndi burada fosfor mənfi 3 müsbət 5. İnterval nə nəzərdir? 8. Yük artıbsa elektron verir. Müsbət 4 mənfi 2, 6. Yük azalıbsa elektron alır. 0 müsbət 3. Yük artıbdır və 3 elektron. 3 elektron verirdir. Oksigen 2 dənə 0, 2 dənəsi mənfi 2. Hər oksigen 2 elektron alıbdır. Yekunda isə 4 elektron alıbdır. Müsbət 5-dən mənfi 1-ə. Müsbət 5-dən mənfi 4-ə. Yox, 6. Azalıbsa alır. Pardon, eyni şey. İndi burada yük harada azalıbsa proses reduksiyadır, yük harada artıbsa oksidləşmədir. Manqan O4-də müsbət 7, müsbət 4. Deməli, azalıb reduksiya, karbon qazı müsbət 4, müsbət 2. Azalıbsa reduksiya, H-xlorda xlor mənfi 0, artıbdır. Onda nədir? Oksidləşmə. Flor 0-dır, yarı mənfi 1-ə. Azalıb elə. Azalma nə idi? Reduksiya. Azalma reduksiya prosesi artma oksidləşmə. Yükün artması. Deməli, element atomu, demişəm sənədlərində də dövr sistemdə, qrupun nömrəsinə uyğun maksimum oksidləşmə dərəcəsində olanda, indən sonra yalnız elektron ala bilər. Elektron alan yalnız nə sayılır? Yalnız oksidləşdirici. Ya da saxlayaq. Maksimum oksidləşmə dərəcəsində olanda nəyə bərabərdir? En qrupun nömrəsi. Bu zaman nə olur? Yalnız elektron alan, yəni yalnız oksidləşdirici. Oksidləşdirici. Məsələn, kükürdün müsbət 6 halında nə edirlər? İndən sonra elektron ala bilər. Verəmiz axı? Çünki müsbət 6-da ən yuxarıdır. İndən sonra elektron ala bilər. Bəli. Bir də var, minimum oksidləşmə dərəcəsində. Minimum oksidləşmə dərəcəsi. O da nə olur? Yalnız reduks edici. Reduksiya edici. Məsələn, azot mənfi 3-dür, ən aşağıda. Bu indən sonra elektron verə bilər. 3-5-nə qədər, 8-nə qədər. Bəli, olur En müsbət 5. Maksimum oksidləşmə dərəcəsində bu nəyə bərabərdir? En qrupun nömrəsinə, yadında düstur. Və minimum oksidləşmə nəyə bərabərdir? En qrupun nömrəsi çıxılsın 8 düstur. 4-də başlayır, yadındadır. En böyükdür bərabər 4-də. Burada isə maksimum bərabərdir. En böyükdür bərabərdir 1-də. 1-dən düz 8-ə kimi hamısında. Aralıq qiymətlərdə isə hər ikisi olur. Məsələn, şurada ən aşağı mənfi 2-lərə, ən yuxarı müsbət 6. Bu mənfi 2-lə müsbət aralıq qiymətlər olanda, 6 qiymət olanda, hamısı ola bilər. Məsələn, burada müsbət 4-dür. Müsbət 4 halında kükürt elektron verib 6 ola bilər. Elektron alıb düşə bilər mənfi 2-yə. Yəni, həm oksidləşdirici, həm də reduksiya ola bilər. Hər ikisi ola bilər. Hamısı onun kimidir. Yadda saxla, metalların ən aşağı minimum oksidləşmə 0-dır metallarda. Metallar 0 halında olacaqdır. Yalnız reduksiya edici ən aşağı halda. Ən yuxarı halda yalnız oksidləşdirici, orta qiymətlərdə isə metalın oksidləşmə dərəcəsi, qrupun nömrəsinə uyğun, orta qiymətli olanda isə həm oksidləşdirici, həm də reduksiya edici ola bilər, hər ikisi ola bilər. İndi burada sigma müsbət 2, ən yuxarı nə olacaqdır? Yalnız reduksiya edici olacaq. Daha doğrusu, yox, oksidləşdirici, elektron alan ən yuxarı. Dəmir müsbət 2 nədir? Orta qiymət. Dəmir müsbət 3 ola bilər, müsbət 0 ola bilər. Onda bu həm elektron verə bilər, həm ala bilər də. Onda həm oksidləşdirici, həm də nə ola bilər? Reduksiya edici. Bunun mənfi 1. Nədir mənfi 1? Ən aşağısıdır. Ən aşağı olacaqdır? Yalnız reduksiya edici. Mis 2 müsbət, ən yuxarı.
yalnız oksidləşmə. Nəyə görə? Çünki müsbət yuxarı olur axı. Ən yuxarı haldadır. Bu indən sonra deyirlər, elektron alıb aşağı düşərlər. Elektron nə sayılır? Yalnız oksidləşdirici. Və s. Ən yuxarıda yalnız oksidləşdirici, ən aşağıda yalnız reduks edici, orta qiymətdə isə həm oksidləşdirici, həm də nə ola bilər? Yəni həm elektron olan, həm də ola bilər, hər ikisi ola bilər. Ancaq ən yuxarıda bir olur. Ən yuxarı yalnız oksidləşdirici, ən aşağı isə yalnız reduksiya edici ola bilər. Bura kimi bəsdir. Bu da olub oksidləşmə, reduksiya reaksiyaları növləri və əmsallaşdırmamı bir keçək. Buradan çıxırıq, test araşdırırız. 7-1-7-2. Verəcəkdən sonra ayrı. Yedinci oksidləşmə reduksiya edici. Oksidləşmə və reduksiya